Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. Bugün mənim danışmaq istədiyim məsələ tez-tez verilən iki sual var. Onlar haqqında məlumat vermək istəyirəm. Ən çox şagirdlər mənə sual verir ki, müəllim, bəs biz ixtisas seçimi eləyərkən, misal üçün mən riyaziyyatı, fizikanı, filologiyanı, tarixi və ya coğrafiyanı, yəni hər bir ixtisasın özünü, müəllimliyini deyil də, ixtisasın özünü bitirsəm, mən müəllimlərin işə qəbul imtahanında iştirak edə bilərəmmi? Əlbəttə iştirak edə bilərsiniz. Çünki müəllimlərin işə qəbulu üçün artıq cənab nazirimiz belə deyim ki, son 3 ilə yaxındır ki, artıq hər kəs iştirak edə bilir və onlar da misal üçün filoloqdur, amma dil ədəbiyyat müəllimliyində işləyə bilər müəllim kimi. Ona görə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edir və ya tarix müəllimi deyil də, tarixi bitirib, amma o da müəllimlər kimi yenidən belə deyim ki, öz imtahan verərək, nəticəsini göstərərək məktəblərdə çalışa bilər. Yəni buna heç bir qadağa yoxdur. Bəzi belə deyim, dırnaqarası mütəxəssis və dırnaqarası ekspertlər buna deyirlər ki, xeyr, bu yanlış bir fikirdir. Yəni şahid olduğum bir neçə hadisəni də deyim ki, keçən ildə, bu ildə qeydiyyat zamanı mən bir neçə nəfəri özüm şəxsən müəllimliyə qeydiyyatını aparmışam və belə deyim ki, gördüyüm şeylər olub, filoloqdur və ya tarixçidirlər, hər biri yəni qeydiyyatdan keçirilib. Yəni mən öz sahəmə, öz yaxın sahəmə uyğun deyiləm. Əgər bu sahələrə icazə verirsə, deməli digərlərində icazə verir. Misal üçün biologiya müəllimi deyil də, biologiya ixtisasını bioloq kimi bitiribsə, yenə də o da müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilər. Bütün bu nüansları izah eləməkdə, qeyd eləməkdə məqsədim ondan ibarətdir ki, əziz şagirdlər, ayıqanlıqla ixtisas seçimində istədiyiniz sahəni, istədiyiniz keyfiyyəti, balı yığın. İkinci şəxsdə hər şeyi uğurlarınızdan asılıdır və inanıram ki, yaxşı nəticələri göstərib üzümüzü ağardacaqsınız, öz üzünüzü də, bizim üzümüzü də. Niyə? Öz üzünüzü ona görə ki, gələcəkdə artıq siz belə deyim, tək ixtisas seçimi etmirsiniz, tək bu peşəyə yiyələnmirsiniz. Siz həm də yatırım edirsiniz. Çünki niyə? Seçdiyin peşə sənin gələcəyə olan yatırımın və peşənə olan sevgin sənin gələcəkdə yüksələ biləcəyin bir, belə deyək ki, yoldur, istiqamətdir. Çalışın bu yolda düzgün və tutarlı addımlamağa səy göstərin. Əsas prinsipimiz bundan ibarətdir. Bir digər məsələni də izah edeyim ki, ixtisas seçimində hər zaman diqqətli olmaq lazımdır, düzgün sahələrə yönəlmək lazımdır və bəzilərinə belə deyim ki, gün işığı çıxıb. Gün işığı da nədir? Yəni, TikTok reklamlarında çox rast gəldiyimiz bir şey deyəcəmsə, yəni bu son 2 ildir, yəni bu qaydada da təkrarlanır. Gündə bir dənə ixtisas seçimi eləyən çıxır, yəni o deyir, yumurtadan civciv çıxacaq. Bunlar da ki, civcivdən betər olublar. İnanın, bu dəqiqə inkubator yumurtası ixtisas seçimi eləyənlərdən sayına çatdıra bilmir. Düşünün. Belə deyim ki, biri kafedə oturub ixtisas seçimi eləyir, ofis tuturlar bir neçəsi. Mən indi sizə məqsədləri izah edəcəm, həqiqətən. Hər biri xaricə təhsil almaq üçün göndəriş edən bir qurumlardır, bir kurslardır. Yəni, belə deyim də, arendaya götürüblər və vəziyyətdən istifadə eləməyə çalışırlar. Sizə ixtisas seçimi eləməkdə məqsədləri nədir? Sizin kəsildikdən sonra onlara ehtiyacınız yaranacaq. Niyə? Xaricə təhsil almaq üçün ödənişlər falan, hər birindən bunların payları var. Və buna görə də ixtisas seçiminə girişiblər. Belə deyim, özlərini diaqnostik imtahan mərkəzi adlandırırlar, nə bilim, beynəlxalq təhsil şirkəti, filan şeyi, filan kursu, bəhmən kursu, kömək eləyirik, bunu eləyirik, onu eləyirik. Əsas məsələ nədir? Sizi xaricə göndərmək və sizdən pul qazanmaq. Və digər bir məsələ də ondan ibarətdir ki, ixtisas seçimi eləyən müəllimlərin həqiqətən işini bilən müəllimlər, perspektivli müəllimləri qoyuram kənara. Bilməyənlər eşidir, evdə oturub bekarçılıqdır, işsizdir, amma 5-6 ildir işləmir, boş bekar oturub da deyir, nə qayrım, ixtisas seçimi edeyim.
Ne edirlər? Girirlər bir-iki dənə videoya baxırlar, ondan sonra başlayırlar ki, biz professoruq. Qoyur qabağına Abdülhamid jurnalını tap-tap yazır. Amma digər jurnalı müqayisəsini aparmaq, plan yerlərini çıxartmaq ortaya, reytinqa baxmaq, ballar uyğunluğu necədir, yaxınlığı, uzaqlığı, bunların heç birini etmirlər. Niyə etmirlər? Çünki başları çıxmır axı. O zaten ona baxacaq, amma ortada belə bir şey var da, ortaq nəticə nədir, onu çıxardıb ortaya çıxarda bilməyəcək. Plan yerlərində hansı yerləri yaza bilərəm, hansı yerləri niyə yaza bilmərəm, onu bilmirlər. Baxın, məsəl üçün, qoysun qabağına işləməyini, həqiqətən bu problemləri yaşayacaqlar. Çünki niyə? Xəbərdar deyirlər, qeyri-adi bir sahədir və sırf müəyyən məbləğdə insanlar ödəniş eləyir deyə istifadə edirlər. O sarsaqlar nə edirlər? Saf insanlardan istifadə edirlər. Valideynlərimizin problemi nədir? Mən deyim. Baxın, biz məsələn, hər hansı bir halda köhnə keyfiyyətsiz şeylər olanda almırıq. İndi mən sizə bir şey deyəcəm. Amma biz bəzəyə önəm veririk. Və onlar da bunu bildikləri üçün o fırıldaqdan istifadə edirlər. Əziz valideynlər, sizi rəsmi qəbul edirik, ofisimiz var, filan şey var, bəhmən var, filan kəs gəldi, bəhmən kəs gəldi. Amma valideyn soruşmur ki, ay qardaş, sən bu işləri, yəni əməkdaşlığı harı ilə eləyirsən, nə vaxt eləyirsən, necə eləyirsən? Baxın, mən sizə bir söz deyim. Çoxsunun fırıldaqlarında deyəcəm sizə. Qəbul standartları deyirik, ha. Xaricə göndərdiyi təhsil uşaqları yoxdur. İndi baxın, hamısını qəbul olmuş kimi göstərirlər. Bu reklamdır sadəcə. Görürsünüz? Yəni, insanları aldatmanın ən sadə yoludur. Bəzi kurslar var ki, təzə açılır, sıfır kurslardır. Təsəvvür edin ki, qəbulu falan yoxdur. Amma bütün hamısı müəllimlərdən bir-iki dənə uşaq qəbul olunubsa, digər uşaqlar da deyir, çalışın, ad familiyasını öyrənin, əsas yazaq, yapışdıraq, şəklini çəkək və ödənişlər də eləyirlər. Valideyn də deyir, oyda, məsələn, bu tədris mərkəzi gəlib, partladı böyük müəllimləri. Bunlardan gedmək olar. Hazırlığı da elə oyuna çeviriblər. Ona görə bu vəziyyət budur. Baxın, mən keçən bir video paylaşdım. Yəni, videoda məsələ nə idi? Məsəl üçün, özünü təhsil eksperti adlandırıb, tarixdən dərs keçən Kamran Əsədov necə rəftar elədi orada? Necə özünü aparırdı? Uşaqlar sönük vəziyyətdə, robot kimi bir şey və qayıdıb nə desə yaxşıdır, irad bildirən valideynlərə və ya həmkarlara irad bildirir. Özündən çox razıdır. Yəni, bu dahidir demək istəyir. Amma vallahi heç nə deyilsən. Sadəcə sən də bir insansan. Və yadda bir şey saxla, əzbərçilik eləyən heç bir şagird tarix şeir deyir ki, əzbərlənsin. Tarix fənnini ələ salmaq olmaz. Özümüzə hörmət eləmək başqa şeydir. Amma burada tarixi ələ salmaq ayrı bir şeydir. Əzbərçi, onda daha deyilən ənənəvi təhsildəsən ki, onda sən kurikuluma, zada, müasir təhsilə, heç bir texnologiyaya gəlməmsən. Bəs yaxşı, özün nə işlə məşğulsan? Bu haqda bir söhbət eləmişsən. O dırnaq arası özünə ekspert deməkdənsə, əsas məsələ nədir? Xalqa xidmət eləmək lazımdır. Düzgün istiqamət vermək lazımdır. Yalandan hər hansısa bir yerlərə reklam üçün müraciət eləməyə ehtiyac yoxdur. O reklama xərclədiyiniz vaxtı şagirdlərimizdə ruh yaradaq, sevdirək. Baxın, bugün mən tarix müəllimiyəm. Allah'ın olsun, ən birinci işim, məsələn, mən hazırlığa, bax, onlayn da qoşulurlar, canlıya da gəlirlər. Şükür Allaha, Allah bərəkət versin. Belə deyək ki, Allah ruzimizi yetirir, hər kəsin ruzisini yetirsin. Amma ki, heç olmasa bunu yalandan, müftəxorluqdan və ya səviyyəsiz hərəkətlərlə nümayiş etdirməyək. Çox xahiş edirəm. Yəni, mən o həqiqətən müəllim kimi özüm utandım. Mən şəxsən elə müəllim və elə etinasız, ruhsuz müəllimin yanına heç vaxt uşaq qoymaram. Onun yanına gedib 25 yazmağındansa, Allah'ın olsun, üzü gülən normal müəllimin yanına geçsin. Qoy biraz savadı ondan zəif olsun. Geçsin 17-18-dən yazsın. Mən ona razıyam. Amma elə ruhsuz, fiktiv adamın yanında olmağındansa məsləhət görmürəm. Niyə bilirsinizmi? Ona görə ki, tarix əzbərçi deyilik. Sabah bu uşaq universitetdən bitirdi. Məktəbdə müəllim olacaq. Bunu əzbərlətmirsən. Bunu 4 il unutmaya bilərmi? Mümkün deyil, unudacaq. Gedib əsgər gəldi, ondan sonra 0. O uşağın balansı 0.
Lap qız uşağı olsun. 4 ildən sonra nə edəcək bu? Nə öyrədəcək şagirdinə? Migi hazırlaşanda sıfırdan gedib təzədən mi hazırlığa gedəcək ki, təzədən yenə əzbərləyim? Yəni bu artıq təhsili məhv eləməyin bir yoludur. Ölkədə təhsili inkişaf elətdirmək istəyiriksə, baxın, valla mən həqiqətən şagirdlərimə dərs keçirəm. İndi bir dəfə inşallah videolarını çəkəcəm. Belə deyim ki, rutin olaraq sizlər üçün video çəkəcəm, paylaşacağım. Şagirdlərimin tarixi necə sevdiyini görəcəksiniz. Yəni, insan gərək peşəsini sevdirsin. Tarixi necə maraqla, necə sevgi ilə. Yəni, izah eləyəndə belə çalışmalısan ki, o uşağın ürəyiniz olsun. Hər bir şeydə. Yəni, adi mən ixtisas seçimi də eləyəndə ən birinci nəzərə aldığım şey qarşımdakı abituriyentin fikridir. Ata-ana dəyərlidir, başımızın tacıdır. Amma gələcəkdə bu peşəni icra eləyəcək ata-ana deyil. Həmin o şagird, həmin o abituriyentdir. Ona görə onun fikrini almaq lazımdır. Müstəqil fikrini. Niyə? O uşaq öz seçimini etməyi bacarmalıdır. Gələcəyi onun gələcəyidir və o gələcəyi qurmaq üçün ilk addımı nədir? Gələcək peşəsini seçmək və bunun üçün addımlamalıdır. Sevməlidir. Peşəsini hər şeydən çox peşəsini sevməlidir. Və bu peşəni də sevdirmək bizim borcumuzdur. Əziz valideynlər, əziz müəllimlər. Və valideynlərdən ən kiçik xahişim odur ki, uşaqlarınızın seçimlərində sadəcə dəstək olun. Qoy müstəqil öz seçimlərini etsinlər. Gələcək onların gələcəyidir. Siz bugün ona təhsil elədiyiniz bəlkə də sahədə o inkişaf eləyə bilməyəcək, sevə bilməyəcək və işləyə bilməyəcək. Amma öz seçimini özünə buraxın, öz öhdəsinə o gələcəyini özü qursun, özünə inansın və həqiqətən o etimadı qazandığı üçün və bir valideynin ona qoyduğu hörmət üçün, şərait üçün, valideynin ona inamını gördüyü üçün daha da həvəslənsin. Onda bu həvəslər yaransın ki, mənim müstəqil fikrimə ata-ana hörmət eləyir, mənim məsəl üçün də seçimlərimə hörmətlə yanaşırlar, gələcəyə addımlamağıma dəstək olurlar. Bu cür olaq. Bəzi valideynləri mən fikir verirəm, belə dirəşirlər ki, imenli biz deyən olmalıdır. Xanım və ya bəy, siz deyən olanda zaten bu uşaq o sahəni sevmir və o sahədə həqiqətən çox böyük çətinliklər çəkəcək. Amma sevdiyi sahədə irəliyə doğru addımlayacaq. Yəni, bu şeylərə, bu meyarlara diqqət edək. Mən bütün sahələri izah edirəm. Yəni, gördüyüm nöqsanları çalışıram, əziz valideynlər, sizlərlə bölüşüm. Videoları paylaşıram, səhifəni paylaşıram, kanalı paylaşıram. Daimi sürətdə ixtisas seçimindən bağlı, hazırlıqla bağlı kimlərinlə müraciət olsa, müraciət edə bilərsiniz, dəstək ola bilərik. Tək mən tarix müəllimi olmağımla, məsəl üçün, sizə əgər 1-ci, 2-ci, 3-cü, 4-cü qrupun digər müəllimləri də lazımdırsa, yenə də müraciət edə bilərsiniz, dəstək olacaq müəllimlər. Necə lazımdır, keyfiyyətli, nə dərəcədə dərsimizə bələd olacağınız müəllimləri sizlərə yönləndirə bilərəm. Yəni, əlimdən gələn nə kömək lazımdır da eləyəcəm. Kimlərin də hazırlıqla bağlı, ixtisasla bağlı nə sualı olsa müraciət edə bilərsiniz. Əlaqə nömrəm 077 318 63 29-dur və inanıram ki, hər biriniz üçün bu nömrə əziz və xoş olacaq. Çünki keçən ilin qəbullarına da girib səhifəmdə baxa bilərsiniz. Yəni, keçən il həmin vaxtı, qəbul olan vaxtı da paylaşımlar eləmişəm. Qəbullarımı və həmin qəbullara yazılan SMS-ləri də oxuya bilərsiniz. Cavabları da, yəni digər bəzi SMS-lərini paylaşmışam. Necə? Onun qəbulu ayrıdır, başqa bir qəbulu paylaşmışam. Amma hansı ki, razıdır ki, müəllim, siz mənə yazın, atın, mənim təbrikimi, problem yoxdur, səhifəmi, yəni qəbul səhifəmi, mən sizə cavab verəcəm. O cür də paylaşımlar eləmişəm. Adəsə 8-9 dənə elə bir paylaşımlar var. Müəyyən paylaşımlar var ki, hamısını eləmək olmur. Bəzi valideynlər narazılıq eləyir. Deyir ki, müəllim, balı çox aşağıdır, at familiyası da falandır, belədir. Yəni, istəmirəm bilinsin. Bəzi nüanslara göndərmirlər. Başa düşürəm hər bir valideyni. Amma göndərənlərə də, göndərməyənlərə də sağ olsunlar. Yəni, etimad edib, mənə müraciət ediblər. Mən də seçimlərində dəstək olmağa çalışmışam. Və əziz
valideynlər, buradan sizə səslənirəm. TikTok fenomenlərinə, TikTokda bu gün sabah qabırğa kimi çıxan, özünü yerdən bitən ixtisas seçimlərinə çalışın getməyin. Hamı mənə gəlməli deyil, amma hamı düzgün seçim eləyə bilən insanlara getməlisiniz. Yəni, hər hansısa bir müəssisəni görüb də, ay filankəsin adı var, ay bəhmənkəsin adı var, bununla da aldanmayın. Çünki sizə bir şey deyəcəm, keçən il 27.000 seçimdən 14.000-i səhv kodlaşdırmanın qurbanı oldu. Və o 14.000-in içində hamısı səhv söhbəti getmir. O 27.000-in hamısında problem nə idi? Düzgün seçimləri eləyə bilməyən insanlar. Və bir digər məsələni də izah edeyim. Bu balların dəyişməsi, baxın, sizə bunu bir daha izah edirəm. Ballar, Dövlət İmtahan Mərkəzi bu dəqiqə bal qaldırmır. Balların qalxmasının səbəbi nədir? Baxın, Dövlət İmtahan Mərkəzi Abituriyent 2 jurnalı çıxardır və orada göstərib. Məsəl üçün də hər hansısa bir ixtisasın balını deyək. Məsələn, 430 bal göstərib ki, bu onun giriş balıdır. Bakı Dövlət Universitetində 430 giriş balıdır. Amma oraya baxır ki, məsələn, həqiqətən orada say çoxluğu çoxdur deyə, oraya az yer ayırır. Deyək ki, 25 yer. Amma o 25 yeri sənin övladın 406 ilə tuta bilər. Məsəl, ya 476 ilə də tuta bilər. Amma əgər o 25 yer uğrunda mübarizədə uşaqlar görsək ki, çoxluq var. Misal üçün, bu il 3-cü qrupda hüquqşünaslıq fakültəsinə məsələn 1000 nəfər bu dəqiqə mübarizə aparır hüquqşünaslığa görə. 1000 nəfər. Görün bu nə deməkdir? 1000 nəfər. Az deyil. Və ortada belə bir məsələ var. 1000 dənə yer ayrılmıyor ki, hüquqşünaslığa. Məsələn, 200 yer ayrılır. Yerdə qalan 800 qalır, düzdür? O 800 başlayacaq nə etməyə? Polis akademiyasıdır, beynəlxalq münasibətlərdir, misal çəkirəm, politologiyadır, filan ixtisaslarda misal çəkirəm, 600 baldan yuxarı yığan yaxşı yerlər, beynəlxalq münasibətlər, ingilis dilində, filan şeydə, bəhmən şeydə, belə şeylərdə irəlini fikirləşəcək bu uşaqlar. Bunu bildik, seçimləri də ona görə eləyəcəklər. Və gəldi, onlardan məsəl üçün yerdə 100 nəfər qalır, bu 100 nəfər də sənin övladının istədiyi, baxın, məsələn, 430 balla jurnalistikanı istəyir, misal çəkirəm. Sənin övladının balı 476 olsa da, onların balı 600-dən yuxarıdır. Və onlar 600 balla o 25 dənə yeri tutsalar, avtomatik olaraq jurnalistikanın balı 430 yox, qalıb olacaq 600 neçə. Yəni, məsələmiz budur. Bunu mən sizə izah edirəm, əziz valideynlər. Bunu biləsiniz. Ona görə də özünü bilməyən, savadsız, bisavad seçimlər edən bəzi sarsaqlara görə bu problem yaranıb. Keçən ildən, ondan qabaq ildən. Nədir problem? Bu əlinə qələmə alır, bu ildən başlayır seçim eləməyə. Deyir, baxır ki, məsələn, 550 bal yazır. 550 bala 330-luq yeri yazır. Nədir? Qəbul olsun, pul məndən getməsin onlara. Geri qaytarmayın, pul məndə qalsın. Sırf buna görə eləyirlər. Və valideyn də deyir ki, halal olsun müəllimə. 550 balla uşağı universitetə qəbul elətdi. Daha demir ki, 550 balla bu taxtabaş 330-luq yerə niyə yazır? Bu niyə yaxşı yerləri yazmayıb? Sırf onu da axıra bir dənə nöqtə yazır ki, deyir, bura düşməyə bilərsən, amma ehtimal üçün yazıram. Misal çəkirəm. Valla, bax, keçən il mən şahid olduğum bir şey deyəcəm. 490 baldan uşağı götürüb nəyə yazmışdı? 490 baldan uşağa yerləri yazmışdı. Hardan başlamışdı? Deyəcəm. 520 baldan yazmışdı. 310 bala qədər. Deyək. Yadımda elə bir şeydə 300 neçəyə qədərsə. Şoka düşdüm. Deyirəm valideynə ki, ay xanım deyirəm. Yaxşı, o müəllim yazırdı. Siz sual vermirsiniz ki, ay müəllim, bu uşaq 90 yığıb da, buna niyə birdən-birə 190 bal aşağı yeri də yazırsan? Niyə? Yox, buna 15-ci yazıram, elə-belə düşməyəcək. İnanın, sizə bir söz deyim. O, bəziləri kodlaşdırmanı eləyir ya, deyir, düşməyəcək. Bir də baxırsan ki, lap yüksək baldan gəlib müəllimliyə düşür. Məsəl üçün də 600 neçə bal yığan var idi keçən il, valideyn qan alırdı. Deyir, müəllim necə kodlaşdırırsa, gəldi dil ədəbiyyat müəllimliyinə düşdü. Valideyn deyir bunu. Yəni 601 idi, 602 idi. Yəni, misal çəkirəm bunu. Mən də belə dedim valideynə ki, gözəl insan, yəni onu kimə elətdirmişsən? Dedi ki, filankəs müəllimə. Dedim, o müəllim ümumiyyətlə seçim nədir bilirdimi? Yəni, bu nədir ki,
elə bir güclü sahə yeri yazmayıb ki, çətinliyə salmayıb ki özünü. Elə təsəvvür edin necə yazıb. Birinci, ikinci yerə elə yerlər yazıb ki, düşmə şansı, yəni deyək ki, məsələn, 5 yer ayrılıb ora. Misal çəkirəm, plan yerindən də aslında hər şey. Plan yer 5 yer ayrılıb və ya 10 yer ayrılıb. Elə yerlər yazanda çətinlik olur. Məsəl üçün də plan yeri geniş olanda, amma düzgün istiqamətdə bu sıralamanı düzgün eləyəndə plan yeri əlbəttə ki, qəşəng sənə şanslar artırır, gözəl şanslar verir. Budur məsələmiz. Bəzi valideynlər var, baxırsan ki, video ilə başlayır tapadam seçimlər eləməyə, uşaq gedir kəsilir. Elə seçimlər var ki, məsələn, sən kodlaşdırmanın, məsələn, iş nömrəsini səhv yaza bilərsən, müəyyən dəyişikliklər var. Elə şeylər var ki, misal üçün də orada iş nömrəsi, misal jurnalda, məsələn, bakalavra birdən yer ayrılmır, amma bir də baxırsan jurnal çıxanda, o plan yerləri, orada baxırsan ki, məsəl üçün də 10 dənə yer ayrılıb, misal deyirəm. Yəni, burada ayrılmıyor, amma orada ayrılır. Misal, 3-cü qruplara bu bakalavr yeri azdır. İndi jurnal çıxanda biləcək ki, dəqiq nə qədər yer ayrılıb. Bu da bir məsələmizdir. Yəni, bu şeyləri izah edirəm. İnanıram ki, əziz valideynlər, sizlər üçün də bir fikirlər yarada bildirəm. Çünki mən bunu izah eləməkdə məqsədim ondan ibarətdir ki, siz valideynlər çaşqınlıq yaratmayın özünüzə. O sizi aldadan, sizi, məsələn, TikTokda inanın ki, TikTok fenomenlərinə ixtisas seçimi eləməkdənsə elətdirməsəniz daha məsləhətdir. Sadəcə onlar açıblar ki, ciblərinə pul girsin. Yəni, siz həqiqətən işini bilən adamlara yaxınlaşın. Məsəl üçün, mənim kimi müəllimlər var, haradasa 15-20 nəfər. Bir neçəsi var, Dövlət İmtahan Mərkəzinin xəttindən eləyənlər var. Yəni, bu insanlarla eləyin. Amma TikTok fenomenlərindən siz gələcəyə qapı açmayın. Öz övladlarınızın taleyini aparıb TikTokda səhərdən axşama canlı açanlara verirsiniz. Həqiqətən bu gülüncdür. Yəni, TikTokda bir deyim də, canlı mən də açaram da, niyə açmıram? Mənə lazım deyil elə şeylər. O, yəni, boş, bekar adamların işidir. Həqiqətən işi olan adamın, məsuliyyəti olan adamın elə boş vaxtları olmur. Məsələn, mənim Allah elə olur, canlıya elə belə açıb, girib, özüm üçün danışım. Amma yazıram başındakı ixtisas seçimidir. Yəni, nömrəmi götürüb əlaqə saxlasınlar deyə. Canlıda sual verəndə çox vaxt cavab vermirəm. Deyirəm, SMS yazın, mən sizdən həmsöhbət olaram. Yəni, bu şəkildə. Amma o canlı açıb, mən ixtisas seçimini belə eləyərik. O bəziləri var da, görürəm, boş bekar adamlar da hər gün canlıdadır. Səhər saat ondan axşam saat 11-ə, 12-yə kimi. Yəni, sırf nədir? Milləti cəlb eləmək və belə deyim də, xaricə ödənişlər alıb, xaricə uşaq göndərmək. Əsas onlara lazımdır ki, kəsilən uşaqları bilsinlər və onlardan pul qazansınlar. Əziz valideynlər, özünüzü onlardan aldatmayın və bəziləri də eşidirəm. Beynəlxalq təhsil mərkəzidir, ya beynəlxalq təhsil, hədə elə təşkilatlar. Qeydiyyat eləyirlər indidən. Temaya bax, 100 manat ödəniş alırlar. Qeydiyyata 100 manat alır, 100 manatdadır qəbullu alacaq. Niyə? Elə onu həmin günü alarsan da 200 manat çox bahadır. Hələ 300-400 manatlar da eşidirəm, yəni. Nə bilim? Valla mən, bugün deyirlər ki, məsələn, valideynlər deyir ki, Azərbaycanda maaş səviyyəsi 500-600 belədir. İxtisas seçimində 250, 300, 400 manat verənlərdən nə fikirləşim mən? Mən onları eşidəndə deyirəm ki, yaxşıdır da, mən də qaldırım eləyim 200-250 manat. Onsuz da əziyyət çəkirəm. Keçən qəbulumdakı problem yoxdur. İndiyənə kimi də, hələ indiyənə qədər də elədiyim heç bir qəbulda problem olmayıb. Yəni, hazırlıq da keçdiyimdə problem olmayıb, ixtisas seçimində də. Alnım açıq, üzüm ağdır, bütün kanallardayım. Amma gəl gör ki, mən onlar kimi möhtəşəm belə fırıldaqlar eləyə bilmirəm həqiqətən. Gözəl insanlar, çalışın, hər şeyi düzgün fikirləşin. Bu, sizlər üçün bir səsləndirici nitqim idi. İnanıram ki, sizlər üçün faydalı olacaq və düzgün seçimi eləyə biləcəksiniz. Hər halda mən dəstəyim budur. Yəni, inanıram ki, bu dəstəyimdən sizlər də razı qalacaqsınız. Hər birinizə uğurlar arzulayıram. İkinci şansda, əziz abituriyentlər, sizlərə uğur arzulayıram. İnanıram ki, ikinci şansda istədiyiniz peşənin sahibi siz olacaqsınız.